Biz davam edirik əziz telesəhər izləyiciləri. Milli Hidrometeorologiya Xidməti intensiv yağış, dolu və sel xəbərdarlığı eləyib. Ətraflı məlumat üçün Milli Hidrometeorologiya Xidmətində olan əməkdaşımız Nigar Babayevanı salamlamaq istəyirik. Nigar, buyur, eşidirik səni, efirdəsən. Təşəkkür edirəm. Mən də sizi salamlayıram. Sabahınız xeyir olsun deyirik. Bəli, bildiyiniz kimi bugün günorta saatlarından etibarən dağlıq və dağətəyi rayonlarda hava şəraitinin kəskinləşəcəyi bildirilir. Paytaxt Bakıda necə, hava şəraiti yaxın günlərdə necə olacaq? Ətraflı məlumatı bizimlə birbaşa bağlantıda olan Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova çatdıracaq. Gülşad xanım, sabahınız. Salam, sabahınız xeyir olsun. Bəli, çox doğru qeyd elədiniz. Bugün əksər rayonlarda hazırda əsasən yağmursuz hava şəraiti müşahidə olunur. Lakin gündüz saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağıntılı hava şəraiti müşahidə olunacaq. Ayrı-ayrı ildə yağıntıların qısa müddətə intensivləşəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi ehtimal olunur. Gözlənilən yağıntılı hava şəraiti əlaqədə çaylarda suluğun artacağı da istisna olunmur. Qeyd etdiyimiz kimi Yarımadasında da bugün 12-si və yaxın 2-3 gün ərzində 13-ü və 14-ündə hava şəraiti əsasən yağmursuz keçəcək. 12-sindən 13-ünə keçən gecə yarımadanın bəzi ərazilərinin qısa müddətli az yağış yağacağı ehtimalı var. Güclü küləkli hava şəraiti gözlənilmir. Mülayim cənub-şərq küləyi üstünü təşkil edəcək. Havanın maksimal temperaturu isə Bakıda və Abşeron yarımadasında 25-29, Aran rayonlarında 26-30, dağlıq rayonlarında isə 13-18, bəzi yerlərdə isə 25 dərəcədək isti olacağı proqnozlaşdırılır. Çox təşəkkür edirik. Belə bizim hələ ki çatdıracağımız məlumatlar bu qədər. Sözü sizə studiyaya ötürürəm. Təşəkkürlər Nigar. Ətraflı məlumata görə minnətdarıq.